21-ci əsrdə dünyada ekoloji durumun korlanması, karbohidrogen ehtiyatlarının tükənməsi, həmçinin enerjiyə olan tələbatın artması səbəbindən alternativ enerji mənbələrinə, xüsusilə də külək enerjisindən istifadəyə üstünlük verilməsi günümüzün mühüm və aktual məsələsinə çevrilib. Hazırda dünyada istehsal olunan enerjinin yalnız 15%-i alternativ və bərpa olunan enerji mənbələrinin payına düşür. Bizim təkcə külək enerjisi potensialımız 150 gigawattdan çoxdur. Günəşli günlərdə Allah'a şükür çoxdur. Həm Bakıda, həm bütün bölgələrimizdə. Xəzər dənizinin külək enerjisi potensialı kifayət qədər böyükdür. Ona görə bundan istifadə etməmək günah olardı. Azərbaycanın enerji siyasətində strateji hədəfləri onun regional və qlobal enerji bazarlarındakı artan rolunu daha da möhkəmləndirir. Ölkəmizin yaşıl enerji mənbələrinin texniki potensialı quruda 135 gigawatt, dənizdə 157 gigawatt. İqtisadi potensial 27 gigawatt, o cümlədən külək enerjisi üzrə 3 gigawatt, günəş enerjisi üzrə 23 gigawatt, bioenerji potensialı 380 megawatt, dağ çaylarının potensialı 520 megawatt həcmində qiymətləndirilir. Bərpa olunan enerji mənbələri üzrə ölkəmizdə ümumi gücü 1829,6 megawatt olan elektrik stansiyaları fəaliyyət göstərir. Onlara 1443,5 megawatt gücündə 65 su elektrik stansiyası, 63,5 megawatt gücündə 5 külək elektrik stansiyası, 278,2 megawatt gücündə 9 günəş elektrik stansiyası, 37 megawatt gücündə bioelektrik stansiyası, 7,3 megawatt gücündə 3 hibrid elektrik stansiyası daxildir. Bərpa olunan enerji mənbələri ümumi enerji gücünün təxminən 18,8%-ni təşkil edir. Xüsusilə son 3 ildə bir sıra iri enerji layihələrinin icrası və beynəlxalq əməkdaşlıqlar ölkənin yaşıl enerji potensialını reallaşdırmaq istiqamətində mühüm mərhələ təşkil edir. Qarabağda 230 megawatlıq günəş elektrik stansiyasının istifadəyə verilməsi Azərbaycanın ilk özəl investisiya əsasında reallaşdırılmış bərpa olunan enerji layihəsi kimi tarixə düşüb. Bugün bizim əsas investorumuz Birləşmiş Ərəb Əmirliğinin Mazdar şirkətidir. Hansı ki, birinci günəş stansiyasını inşa edib 230 megawatt gücündə. İkinci stansiya yaxın günlərdə istismara veriləcək. Burada da investor Saudi Ərəbistanı Aqua Power şirkətidir. Bu da 240 megawatt gücündə olan stansiya və üçüncü böyük stansiyanı BP şirkəti inşa etməyə başlayıb Cəbrayıl rayonunda. Orada da 240 megawattdır. Bu sadəcə olaraq başlanğıcdır. Eyni zamanda Çin və Türkiyə şirkətləri də maraq göstərirlər. Biz Azərbaycan şirkətlərinə də müraciət etdik və bu sahə gəlirli olduğu üçün və ölkəyə lazım olduğu üçün onlara da müraciət elədik və artıq yerli şirkətlər də bu işlərə qoşulublar. Hətta keçən ilin sonunda mən Cəbrayılda 2 stansiyanın təməlini də qoydum. Azərbaycan iqtisadiyyatının inkişafı, qeyri-neft sektorunun yüksəlişi ölkəni yeni çağırışlarla üzləşdirir və yeni yanaşmalar tələb edir. Enerji siyasəti çərçivəsində Azərbaycan bir neçə mərhələli hədəf müəyyən edib. Məqsəd, bərpa olunan enerji mənbələrinin payını ümumi elektrik enerjisi istehsalında 2030-cu ilədək 30-38%, 2035-ci ilədək 40,4%-ədək yüksəltməkdir. Hazırda bizim əsas vəzifəmiz enerji mənbələrini qəbul etmə imkanlarını genişləndirməkdir. Çünki mövcud olan planlara görə 30-cu ilə qədər 6000 megawatt, 32-ci ilə qədər isə 8000 megawatt günəş və külək və su enerjisi bizim sistemimizə daxil ediləcək. Yəni bunu qəbul etmək üçün, həzm etmək üçün biz enerji sistemimizi gücləndirməliyik. Buna enerji grid deyirlər.
Uzunmüddətli hədəflərdə 2050-ci ilədək karbon emissiyalarının əhəmiyyətli dərəcədə azaldılması və xalis sıfır hədəfinə çatmaq əsas məqsədlərdəndir. Bu istiqamətdə planlar isə yalnız istehsal həcmini deyil, həm də ixrac bazarları üçün yaşıl enerji dəhlizləri yaratmağı nəzərdə tutur. Röya Bənənyarlı, ATV Xəbər.